İsrail Müdafiə Ordusu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi əməliyyatının hətta təfərrüatını da açıqlayıb. Bildirilib ki, İsrail Müdafiə Ordusu elan edib ki, Hərbi Hava Qüvvələri ordunun kəşfiyyat məlumatları əsasında və unikal əməliyyat imkanlarından istifadə etməklə dəqiq zərbə indirib. Nəticədə Əli Laricani öldürülüb. Zərbə o, Tehranın yaxınlığında olarkən endirilib deyə məlumatda qeyd olunub. İsrail ordusu vurğulayıb ki, Laricani uzun illər boyu İran rəhbərliyindəki ən nüfuzlu şəxslərdən biri hesab edilib və ali rəhbər Əli Xameneyinin yaxın silahdaşı olub. Xameneyinin ölümündən sonra Laricani faktiki olaraq İranın lideri olub və İsrailə, eləcə də regionun bir sıra ölkələrinə qarşı döyüş əməliyyatlarına rəhbərlik edib. O, milli təhlükəsizliyə nəzarət edirdi və müttəfiq strukturlarla qarşılıqlı əlaqələr də daxil olmaqla beynəlxalq fəaliyyəti idarə edirdi. İrandakı son hökumət əleyhinə etirazlar zamanı Laricani sərt repressiyaların təşəbbüskarı olub və etiraz iştirakçılarına kütləvi divan tutulmasına şəxsən nəzarət edib. Onun ölümünü nərildiyən Şir əməliyyatı zamanı İranın onlarla yüksək rütbəli komandirinin və liderinin aradan qaldırılması üzrə fəaliyyətlərin davamı oldu və Tehranın İsrailə qarşı düşmənçilik hərəkətlərini koordinasiya etmək imkanlarına ciddi zərbə vurur deyə İsrail ordusunun yaydığı məlumatda bax, xəbər bu cür əks olunub. Təkcə Laricani yox, İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında İrana hava hücumu zamanı bəsic qüvvələrinin təxminən 300 komandiri və rəsmisi də öldürülüb. Bu barədə isə İran International məlumat yayıb. Hücumlardan birində bəsicin dəstək bölməsinin təmir və texniki xidmət mərkəzi hədəfə alınıb. Bu mərkəz yüzlərlə avtomobil və motosikletin saxlandığı və təchiz olunduğu yer hesab edilir. Bildirilib ki, bu nəqliyyat vasitələri xüsusilə etiraz aksiyaları zamanı repressiya əməliyyatları və mərhələlərdə terror yaratmaq üçün istifadə edilib. Məlumata görə bəsicin nəqliyyat donanması tamamilə məhv edilib. İnqilab keşikçilərinin kritik mərkəzlərindən biri də hədəfə alınıb. Tehranda strateji komandanlıq mərkəzi hesab edilən İmam Hadi Təhlükəsizlik bölməsi bu hücumda ciddi şəkildə zərər görüb. Xalq etirazlarını yatırmaqda və ixtişaşlarla mübarizədə əsas qol və ön cəbhə olan İmam Əli Təhlükəsizlik batalyonları bu hücumlarda misli görülməyən canlı qüvvə və texnika itkisi ilə üzləşib deyə məlumatda qeyd olunub.